Salam əziz və hörmətli müştərilər, mən sizi yenə Coşqun Ovçular evindən salamlayıram. İstəyirəm belə bir gözəl bir setimiz var. Mən sizə bunları geniş şəkildə təqdim edən və hər biri haqqında sizə ətraflı məlumat verim ki, hamınızın məlumatı olsun. Bu nə ibarət, nədən ibarətdir bu setimiz? Bu maşının arxasına qoyuruq bunu belə gözəl. İçində hər bir şey var. İndi bir-bir xırdaqlarını sizə izah edəcəm. Meşəyə getdiniz, ova getdiniz. Ya dəniz qırana kampa getdiniz. Orada hər birimizə lazım olan, içində olan ləvazimatlardır. Və super bir mallardır. Hamısı brend mallardır ki, biz bura yığmışıq. Yəni adi necə deyim, belə lori dildə desə sədərək mallarını yığmamışıq. Hamısı brend olan mallardır ki, biz bura yığıb bunların hamısını sizlərə təqdim edirik. Bıçaqlar məşhur firmalardan da Gerber'dir, Browning'dir, Beretta'nın malları var. Ondan sonra Boss'un malları var. Yəni tanınmış bir firmaların mallarıdır. Mən sizə bunları yaxından və görsədəm. Bunda 22 çeşiddə mal var bunun içərisində. Bəli, doğru eşitdiniz, 22 çeşid. Yəni bunu xırdalıqlarını bir-bir sizə izah edeyim, siz də başlayın. Başlayaq birinci bizim bu, baxın burada firma da var. Trevor firmasının da ən məşhur firmalardan biridir. Keyfiyyətlidir, təmiz staldır. Yəni bu nə qırılmır, nə də mismarı belə kəsir, bildiyiniz kimi. Çox üstündə isə belə bağlanır. Bağlanandan sonra bunun üzərində gördüyümüz kimi burada bıçağı, belə bir bıçağı var. Burasında taxtaca kəsmək üçün yiyəsi və belə açdıqca bunun içindən çox şeylər çıxır. Atverkası, nə bilim, şurpaçanı, hər bir şeyləri bunun içərisində mövcuddur. Bax, bunu belə açdığımız zaman belə bir kəlbətinə görsənir. Gördüyünüz kimi, yəni bu kəlbətin də özü qayıdır, super bir şeydir. Birinci malımız təqdimatı budur. İkinci malımız isə bu həmin bu firmanın yeni belə balaca bir bıçağıdır. Bu bıçağın da içərisində gördüyünüz kimi bankaçanı, belə bir şurpaçanı və bıçağı, bir də içərisində açıb sizə göstərəcəm inşallah ki, taxta kəsmək üçün mişarı da vardır. Yəni bunların içərisində tək bunlarla bitmir, gördünüz belə taxta kəsən mişarı və əlavə balaca bıçaqları, qaviyyətli konserv ağzını açmaq üçün də içərisində məhsullar vardır. Və bu firmanın üçüncü bir məhsulu olan belə bir gözəl bir həm çəkici, həm mismar çıxardanı, həm də bunlarla bitmir. Bunun da üzərində belə bir gözəl bir kəlbətini və mövcud olduğunu sizlərə göstərdim. Burada isə yiyəsi var bunun. Baxın, burada həm bankaçanı, həm konserva qaviyyətini açmaq üçün, həm də bıçaq nəsə bir şey itələmək üçün napilnik deyək. Üzərində də belə bir napilniki vardır. Digər tərəfində də belə bir gözəl həm bıçağı, həm də taxta kəsmək üçün belə bir bıçaqları da üstü üzərində vardır, gördüyünüz kimi. Bu da həmənki firmanın bir gözəl bir modelidir. Üçüncü modelimiz budur. Mən sizə videonun əvvəlində xatırlatdım ki, 22 dənə burada məhsul vardır. 22 məhsulun üçündən danışmışıq. Gördüyünüz kimi, bunu da açın, belə gözəl bir kəlbətimizi də bura qoyaq. Buradan da siz gözəl görə bilərsiniz. Və bundan sonra keçirik dördüncü məhsulumuza. Dördüncü məhsulumuz isə belə görürsünüz orada bokun bıçağıdır. Bu bıçağı qablaşdırmadan çıxartdığımız zaman, baxın, görün burada məsələn qablaşdırması, belə bir qablaşdırması mövcuddur. Bunun da üzərində də belə bir dənə də bıçağı var və bunu qablaşdırmadan çıxartdıq, işlətdiyimiz zaman koraldısa üzərində belə bir gözəl bir yiyəsi vardır. Yiyə ilə bıçaqlarımızı itələyib bundan da istədiyimiz ətləri kəsə bilərik. Bunun üzərində bir dənə belə balaca bir bıçaq, yəni heyvan soymaq üçün, nəsə doğramaq üçün belə bir gözəl bir bıçaq mövcuddur. Bıçağı da bu bıçağın üstündə itələyə bilərsiniz. Bu da həmənki firmanın balaca bir bıçağıdır. Gördüyünüz kimi, bu da bizim 5-ci məhsulumuzdur. 6-cı məhsulumuz isə, baxın, belə bir Gerber'in, Gerber bilirsiniz ki, bir Alman brendidir. Gerber'in belə qatlanan bir bıçağı da bunun üzərində biz sizə təqdim edirik. Bu bıçaq da suda batmır. Bunların heç biri suya düşdüyü zaman suda batmır. Gözəl bir bıçaqlardır və keyfiyyətləri də superdir. Və bir dənə də məhsulumuz var. Bıçaqlar bitdikdən sonra belə bir gözəl çaxmaq daşı da bu setin üzərindədir. Bu çaxmaq daşı ilə də istədiyimiz yerdə belə bir ocaq yandırıb ocaqlardan istifadə eləyə bilərik. Bu isə 8-ci məhsulumuzdur. 8 məhsul isə belə bir dənə gözəl bir dənə də baltamızdır. Gördüyünüz kimi baltamız da Browning'dir. Browning'in modelidir. Belə bir iti, çox super və belə də bir dənə çuxolu baltamızın üzərində mövcuddur. Baltamızdan keçdik 9-cu məhsulumuz olan, baxın, belə bir gözəl
fanarımızdır. Bu da bir tanıdığımız brend mallardan olan Beretta'nın fanarıdır. Və bir dənə də gözəl belə bir baltamız da vardır. Kampaniyalı balta deyərəm buna. Üzərində həm balta özü, üzərində çaxmaq daşı və içərisində bir dənə belə gözəl bıçağı, mətbəx bıçağı kimi bir bıçağı da üzərində vardır. Və bundan sonra da mallarımız çeşidləri daha çoxdur. Bir dənə belə üzərində gördüyümüz kimi baxın poladdan belə bir stakanı və əlavə olaraq belə yabanın belə bir çaşkası və içərisində 4 dənə də bundan mən sizə birini göstərirəm. Belə də gözəl bir çuxolu da üzərində vardır. Gördüyünüz kimi hər bir malın özünün üzərinin çuxolu da vardır ki, addenini hardasa təkdə istifadə eləyə bilərsiniz və üstündə meşədə ocaq qalamısınız, kebab bişirəndən sonra bastırmaq üçün belə bir gözəl lapatka, buna sapyorska lapatka da deyirlər. Bu lapatkanı da maşınınızda qoyub, hardasa meşədə batdığı zaman, nə bilim, nəsə belə hardasa istifadə eləməyə, tək yəni kebab pişirməyəndə kebab közün üstünü bastırmaq üçün deyil. Yəni belə bir şey də vardır ki, bunu da istədiyimiz zaman maşınımız batdığı zaman da yer qazmağa, maşını çatmağa da belə bizə bir gözəl kömək eləyən bir lapatka da burada mən sizə təqdim edirəm. Lapatkanın da yığılış qaydasını göstərdim sizə. Bax, bağlandı. Belə bir balaca bir yerdə tutmur gördüyünüz kimi. Və bir də ən son modelimiz olan bu üzərində belə bir gözəl manqal sizə təqdim edirəm. Buna letni manqal deyirlər. Meşədə açdınız, bastırdınız. 2 dənədir, yəni təbii ki, ayaqları. İndi mən sizə ikisini də göstərə bilmirəm. Və bastırdığımız zaman, mən qardaş kömək eləyər, mən sizə göstərərəm. Baxın, belə ikisini yerdə bastırırıq və üzərində olan şişlərimizi də 6 dənə şişimizi də belə düzüb rahatlıqla kebabımızı bişiririk. Gördüyünüz kimi də studiyamızda zəncimiz də vardı. İnşallah ki, video qutarsın, sonunda danışarıq. Deməli, gördüyünüz bu setlərin hamısı hardan əldə edə bilərsiniz? Təbii ki, Coşqun Ovçular evindən bu seti əldə edə bilərsiniz. Telefon nömrəmizi mən sizə xatırladım. 055 ilə 350 52 15-dir və əsas məsələyə keçək. Bu setimizin soruşarsınız qiyməti neçədir? Təbii ki, bu seti ən son qiymətin, indirimdə olan qiymətini qoymuşuq. 350 manata alıb yararlana bilərsiniz. Yəni əslində bunu tək-tək alsanız burada 500 manatdan çox məhsul vardır. Biz bunu kampaniya olaraq, set olaraq təqdim etdik sizə. 350 manata alıb yararlanıb hansısa bir dostunuza, ovçu dostunuza hədiyyə edə bilərsiniz. Çox gözəl bir məhsullardır bundan. Yəni amma çox sayda yoxdur. Mən hər kəsi tələsməyə dəvət edirəm ki, tələsin, bu setdən alın, yararlanın. Sağ olun, izləmədə qalın. Yeni məhsullarımızı da çəkib sizə göstərəcəyik inşallah. Sağ olun.